Kimdə sual varsa verə bilər. Fərman, ilk dəfə Azərbaycanda və UFC-də debüt eləyəcəksiniz. Necə dəyərləndirərdiniz? Həm Azərbaycan olması, həm də UFC-də debütünüz, bunun nə özəlliyi var? Salam hər kəsə. Azərbaycanda UFC-nin olmağı əlbəttə bu idmançılar üçün, Azərbaycan MMA üçün böyük bir eventdir. Və mənim burada döyüşməyim də, öz vətənimdə döyüşməyim də ayrı motivasiya verir. Yəni buna hazıram. Səbirsizliklə 6-cı gün axşamı gözləyirəm. Fərman, bu Bakıda döyüş sənin üçün bu əlavə təzyiqdir, motivasiyadır, UFC-də debüt eləmək və doğma publika qarşısında debüt eləmək. Necə özünü hiss edirsən? Hal-hazırda artıq döyüşə çox az qaldı. Axşam da fanatlarla görüşəcəksən. Open workout olacaq. Özü ümumiyyətlə bu döyüşdən qabaq necə hiss edirsən? Özümü yaxşı hiss edirəm. Bu əlbəttə təzyiq yox, tam əksinə motivasiyadır Azərbaycanda olmağı, yəni vətəndə döyüşmək böyük bir motivasiyadır. Hər şey yaxşı gedir, çəki prosesi artıq az qalıb, siz dediyiniz kimi və yaxşı olacaq inşallah. Salam Fərman, uğurlar sənə. Rəqibin Instagram səhifəsində öz küncündə dayanması üçün adam axtarırdı. Yəni bunun hər hansısa bir əlavə üstünlüyü varmı sənin üçün? Demək olar ki, tək gəlib. Yox, üstünlük mənası fikir vermirəm elə şeylərə. Mən öz belə deyim, döyüş həftəmdir, özümə fokuslanmışam daha çox. Ümid eləyirəm tapıb özünə korner. Yəni bu mənim üçün bunun fərqi yoxdur. Yəni kornerlə oldu, kornersiz oldu. Yəni biz inşallah 6-cı gün axşama hazırıq. Fərman, uğurlar arzulayıram sizə. Rəqibi necə incələmisiniz? Rəqibi haqqında müəyyən fikirləriniz, onun taktiki, texniki döyüşlərlə bağlı nə deyə bilərsiniz? Rəqib yaxşı döyüşçüdür, təcrübəli döyüşçüdür. Daha çox ayaqüstü döyüşə üstünlüyü verir. Əlbəttə, onun döyüşlərinə müəllimlərimlə baxmışıq, izləmişik, analiz eləmişik. Amma inşallah ki, 6-cı gün qələbə bizlə olacaq. Yəni biz hazırıq buna. Tahir bəy, belə bir sual vermək istəyərdim. Bu, ümumiyyətlə, UFC döyüşçülərində... Kim bəy? Fərman bəy, bəli. Üzr istəyirəm, belə bir hal olur UFC döyüşlərində ki, yəni rəqiblərini hədələməyə daha çox meyilli olurlar. Yəni, bir-birlərini daha çox sərt formada hədələyirlər. Siz rəqibinizə belə bir mesajınız varmı? Yox, hədələməyə ehtiyac yoxdur. Yəni, rəqib məni tanıyır, mən rəqibi tanıyıram. Bu, yəni, 6-cı gün bəlli olacaq hər şey. Ona görə, yəni, heç kimə hədələməyə ehtiyac yoxdur. Fərman, UFC-də ümumiyyətlə ilk döyüşündür, amma istənilən döyüşçü əgər UFC-yə düşür, daha böyük hədəflər haqqında düşünür. Səndə necədir? Yəni ki, addım və addım, step by step, yoxsa artıq, təbii ki, müəyyən arzular var, amma nəyə nail olmaq istəyərdin UFC-də? Əlbəttə, bu addım və addımdır. İlk hədəf UFC-yə düşmək idi və bundan sonraki hədəf də inşallah UFC çempionu olmaqdır əlbəttə. Bu, yəni, zaman, disiplin tələb eləyir. Addım və addım inanıram ki, ona da çatacaq. Hal-hazırda döyüşdüyün çəkin dərəcəsi bəlkə də ən ağırdır, rəqabəti ən yüksək olduğu çəki dərəcəsidir. Ümumiyyətlə, nə düşünürsən hazırki vəziyyətlə bağlı və bir müddət əvvəl artıq titul döyüşdə təyin olunub, İslam Maxaçevin ilk müdafiəsi, sonra demək olar ki, bir kontender də var və kontender döyüşdə var. Ümumiyyətlə, divizionda vəziyyətlə bağlı nə düşünürsən? Və sən razısan o fikirlə ki, hal-hazırda bəlkə də ən maraqlı divizyon sənin döyüşdüyün divizyondur? Bəli, bununla razıyam. Ən maraqlı və deyərdim, ən çətin divizyonlardan biri mənim divizyonumdur.
Yəni yaxşı rəqiblər var. Amma biz rəqibdən çox özümüzə fokuslanırıq. Yəni çalışırıq ki, dünənkindən daha yaxşı olaq bu gün. Ona görə rəqibi yəni fərq eləmir burada. Burada əsas öz üzərində işləməkdir. Yəni mənə elə gəlir ki, bu daha çox vacibdir. Yəni setkaya girəndən sonra orada rəqib artıq fərq eləmir. Fərman, son döyüşlər onu göstərdi ki, elə Xamzatın məğlubiyyəti olsun, İlyanın məğlubiyyəti, yəni məğlubiyyətsiz heç kim yoxdur. Ümumiyyətlə, sən necə fikirləşirsən, hər hansısa bir top 10-luqdan və yaxud top 5-likdən hansısa bir rəqiblə döyüşüb onu məğlub etmək istəyin xüsusi biri varmı? Bəli, düzdür bu. MMA-də gördüyü son döyüşlərdən də yəni məğlubiyyətsiz heç kim, yəni hər kəs məğlub ola bilər bu idmanda. Belə xüsusi bir döyüşmək istədiyim idmançı yoxdur top 10-da, top 15-də, amma döyüşə bilərəm, yəni fərq etməz. Yəni rəqib kimi versələr, ondan döyüşməyə hazırıq, hazırlaşırıq. Yəni xüsusilə bir vurğulacağım rəqib yoxdur hal-hazırda. Və yeri gəlmişkən elə sənin çəkində İslam Maxaçev Yangeri ilə döyüşəcək. Sənin fikrin maraqlıdır, yəni o döyüşlə bağlı səncə kim qalib gələr? Yəni döyüş mənə də maraqlıdır. Yəni düşünürəm ki, bu mənim fikrimdir. İslam qalib gələcək. Amma bilmək olmaz Yangerinin hazırlıq prosesi necə keçir. Yenə də maraqlı döyüşdür. Fərman, uğurlar arzulayıram döyüşdə. Çox sağ ol. İlk açıqlamanda bildirmişsən ki, yerli publika önündə daha stimul olacaq, sənə motivasiya olacaq və belə bir xəbər də var ki, Bakıdakı UFC-ni 67 ölkədən izləməyə azərkeşlər gələcəklər. Yəni bu da daha çox Azərbaycanın həm də döyüşçülərimizin PR-ı üçün əhəmiyyətlidir və daha da motivasiya verəcəkmi ki, yəni ölkəmiz adına PR baxımından? Çox sağ ol. Əlbəttə bu motivasiya verəcək. Yəni Azərbaycan bayrağını nə qədər çox insanın qarşısında qaldırmaq bir o qədər də insana motivasiya verir, qürur vericidir. Ona görə inanıram ki, daha çox motivasiya olacaq. Fərman, hazırda dünyada idman bayramları bir-birinə əvəzləyir. Həm futbol üzrə dünya çempionatı, həm UFC yarışları. Bilmirəm futbol fanatsan yoxsa yox. Dünya çempionatına baxırsansa hansı? Futbola baxmıram. Amma oynayıram. Aha, nə gözəl. O zaman 6-cı günkü qarşılaşmada futbolu yaddan çıxartmaq üçün nə qədər əminsən özünə ki, yəni öz döyüşünlə insanları vali edəcəksən. Belə necə hiss var ümumiyyətlə daxilində? Futbol rendidən yaddan çıxıb, hamımız burada sürür futbol. Yəni daha çox, məncə UFC daha çox maraqlı olacaq insanlara futbolu yox. Fərman, Azərbaycanlı digər döyüşçülərlə də dünənlər bir araya gəldiniz, bir-birinizlə nə söhbət elədiniz, nə danışdınız? Bəli, gəldik bir araya. Ümumi söhbət elədik idmandan, kampların necə keçdiyindən. Yəni hamı yaxşı formadadır, hamı özünü yaxşı hiss eləyir. İnşallah ki, hamı qələbə qazanacaq. Fərman, ilk Azərbaycanlı döyüşçü olacaqsan ki, UFC bu turnirdə çıxış edəcəksən. Bu hər hansısa bir xüsusi məsuliyyət deyilmi, bir təzyiq deyilmi, formalaşdırırmı? Bir də ikinci sual odur ki, rəqibin güclü və zəif tərəflərini özün üçün analiz eləmisənsə, məşqçilərlə bir yerdə, onlar da bizim üçün açıqlayardın. UFC Bakuda iştirak eləmək əlbəttə təzyiq yox, daha çox mənə motivasiya verir. İkinci sualda rəqibi bəli analiz eləmişik, daha çox ayaqüstü döyüş göstərir. Yəni bunun biz düşünürük ki, güləş tərəfi daha zəifdir onun ayaqüstü döyüşündən. Yəni bizim analizlər belədir. Yəni gördüyümüz döyüşlərdən də bizim də güləşimiz də yaxşıdır, ayaqüstü döyüşümüz də. Ona görə inşallah qələbə bizdən olacaq. Фарман, приветствую. Ты тренировался с Ярославом Амосовым к его прошлому поединку. Я так понимаю, что помогут с переводом нам. перевод. Да, вы задавайте вопрос, мы переведем. Да, Фарман, ты помогал подготовиться Ярославу Амосову к прошлому его поединку, и многие, кто следит за боями, говорят, что Ярослав Амосов — это единственный человек, чья борьба может противостоять борьбе Ислама Махачева. Можешь как-то подтвердить или опровергнуть эти слова? Fərman bəy, deməli biz sizin keçmiş, yəni döyüşünüzü izləmişik və həmçinin də eyni zamanda siz Yaroslav Amosovla bir yerdə məşq etmisiniz.
Bu baxımdan izləyicilər də sizin hazırlıq mərhələnizi də izləyiblər və sual budur ki, bəzi belə fikirlər var ki, Yaroslav Amosovun döyüşü İslam Makhaçevin güləşinə hardasa uyğun gələ bilər, yəni ki, eyni səviyyədədir və yeganə döyüşlü qalib gələ bilər. Siz nə düşünürsünüz bu baxımdan? Bəli, Amerika top teamdə bir yerdə məşq eləyirik Yaroslav Amosovla. Artıq neçənci sonuncu kampımız da bir yerdə olub. Bəli, çox hal-hazırda top 10-luqdadır UFC-də, welterweight-də. Bəli, mən də buna inanıram ki, Amosov çempion ola bilər. Yəni, güləşi, parteri yüksək səviyyədədir. Yəni, bəli, bu qalib gələ bilər İslama. Fərman, rəqib daha çox punchlarla... Zəhmət olmasa gözləyin, tərcümə olunsun rus dilinə, sonra sual verəcəyiz. Buyurun, buyurun. Да, уже которое время мы с Ярославом Амосовым уже вместе тренировались там в американском топ-тиме, также уже несколько раз мы тренировались в тренировочных лагерях, и я считаю, что он входит вообще в UFC, он в топ-10, поэтому я бы сказал, что да, я уверен, что он станет чемпионом. Sağ olun.